Yəni bura baxın. Biz gedirik dünya çempionatına baxmağa. Maşınımızı götürdük. Bu qiymətlər salır, sizi şok edəsiniz. Millət var, millət. Bu qədər də yox da yəni. Bu dəqiqə Türkiyə 1-0 uduzur. İzləmədə qalın. Salam dostlar. Yenə hardayıq? Aeroportdayıq. Hara gedirik? Biz gedirik dünya çempionatına baxmağa. Türkiyə ilə Paragvay oynayasıdır bildiyimiz kimi ayın 19-unda. İndi mən bizim Washington DC-dən gəlmişəm Philadelphia və Philadelphia'dan da uçasıyam hara? San Francisco'ya. Yəni San Francisco'da görüşək. Dostlar, izləmədə qalın. Çox maraqlı bir rolik olasıdır. Gedirəm San Francisco'ya dünya çempionatına baxmağa. Həyatımda ilk dəfədir ki, həm stadionda olacağam, həm dünya çempionatına baxacağım, həm də şurada Türkiyənin oyununa. Yəni bundan gözəl xoşbəxtlik yoxdur. Vaxt olsun Azərbaycanın oyununa baxaq. Tak что takip atın, izləyin, bəyənin. Hardayıq? Bunları da sizə göstəreyim. Çox maraqlı şeylərdir. Aeroportun içini belə qəşəng bəzəyiblər. Samolyotlar bizim samolyotdur. Bunun böyüyündə uçası yox. Amma bizdəki ayaqları yox, təkərdir. Mən də belə ayaqlısını istəyirəm əslində. İndi biz belə qatarlarla gezirik. Parking lota, orada bizim arenda maşınımızı götürəsik və yavaş-yavaş San Francisco mərkəzinə gedib bu günlərin bütün günü gəzəsi. Sabahları futboldur. Tak что maraqlı olasıdır. İzləməyə davam. Maşınımızı götürdük. Bu Hyundai'lardan görürsünüz də təzədir bax, Palisade. Gözəl maşın. Çox xoşum gəldi. Qabağı da qəşəng. 7 yerli. Deməli uşaqlar, gəldik çatdı San Francisco'ya. İndi səhər yeməyi yeyəsik. Oradan da sizə bir qısa bir görüntü göstərəcəm. İlk təəssüratlarım necədir San Francisco haqqında? Çox gözəl yerdir, belə balacadır. Baxın, bu hansısa bir baxalı məhəllələrdən biridir. İnsanlar səliqəli gəzirlər. Təhlükəli deyil. Top 5 ən safe, yəni təhlükəsiz olan bir yerdir. Xoşum gəldi. Belə gözəl baxın, belə fontanları var. Balaca evlər, Spanish stildir çoxsu. Mənim işte xoşuma gəlir. Palmaları azdır. Mən buranı çox isti təsəvvür edirdim. Əslində isti deyilmiş. Yəni San Francisco'ya gəlsəz, gödəkcə götürün, yəni məsləhətlidir. Mənə hələ ki elə birazcık soyuqdur. İndi gedirəm, Turkish kafe var burada, oklava. Getdik oradan şirniyyat, ətli börəklər falan filan order elədik. İndi onları dadına baxasınız. Sizə də bunun haqqında qısa bir video göstərəcəm. Türkiyənin bütün bildiyiniz baxlavası və hamısı burada var, amma qiymətlər uşaqlar sizi şok edəsiniz. Baxın, $85 bu təpsidir. $4 bir dənə bu puludur. Bax bu $4 yarım var. $4 bir dənəsi. Hamısı qiymətlər şok indirim. Sizə dəyər buladım olmağa. Belə də gözəl də xudmani bir yerdir, belə ləzzətli yerdir. Qarşı $18, 2 dənə börək, bir dənə kofeyə getdi. Yaxşıdır sizcə qiymətlər, yoxsa bahadır. Amma dadlıydı. Dostlar, gəldik hara? Dostumuzun evinə. Burada qalır. Baxın, barbekü yeridir bura. Görürsünüz. Çox bombadır. Böyle balkondan gəlsən, mənzərə açılır. Baseynə. Bura San Francisco vibe'ıdır. Bir də ağaca baxın. Ağacın üstündə də apelsinlər bitir. Apelsin də ağaçda bitdiyinə görə çox gözəl yerdir. Çox ləzzət eləyir. Çox qəşəngdir. Yaxından çəkirəm apelsinlərə baxın. Gördünüz? Apelsin bir ağaçda çiçin olur. Böyle düzə xudmani yerdir. 3 gün buradayıq, izləmədə qalın. Yəni bura baxın, bizim yaşadığımız binanın uşaqlar üçün yer düzəldiblər. Yəni bura baxın, buranın böyüklüyünə baxın. Bildiyimiz pulla olan atraksiyonlar var. Orada bax, uşaqlar burada həyat yaşayır. Pulsuz bir qəpiksiz bax. 1 qəpik pul vermirsən. Görün nə gözəl gələcəklərini fikirləşir. Orada bax idman yeri var. O bir tərəfdə baseyn, bələdiyyə baseyni var. Özü parkdır. Cürbəcür heyvanlar gəzir burada.
Gördüm. Bu park belə olar. Heydər Əliyev adına parkdır bu. Nəmin başqasının adına parkdır. Bu adi bir parkdır. Bələdiyyə parkıdır. Hələ mən sizə görünü göstərəcəm. Bu boyda uşaqlar üçün elitə deyərsiniz ki, bəs böyüklər üçün nə eləyirlər? Böyüklər üçün baseyn var. Böyüklər üçün böyük tenis var. Pulsuz gəl. Bax, cəmaatımın iyi baxın. Hamısı pulsuzdur bax. Bu binalarda yaşayan insanlar üçündür bax. Tenis yerləri, voleybol yerləri, baseynlər, uşaqlar üçün oynamalı yerlər. Yəni dəhşətdir də, yəni bu qədər gözəlliklə niyə burada insana belə dəyər verirlər? Niyə bizdə dəyər vermirlər, amma burada dəyər verirlər? Bunlar da bizim kimi insanlardır. Bu da ata-danadır. Bəlkə taksidə işləyir, bəlkə dastavkada işləyir. Hər kəs fikirləşiblər. Uşaqlar üçün uşaq parkı salıblar. İdmançılar üçün idman yeri, tenis oynayanlar üçün tenis yeri. Yəni baxın gör nə işlənir də. Ki dava dalaş düşməsin. Hamının vaxtı olsun oynamağa. Baxın gör nə boydadır. Görürsünüz. Yəni bu bizdə niyə olmasın? Bizdə niyə yoxdur bu? Bizim insanımız yazıqdır. Orada da bax. Baxın orada da tenis yeri var. Orada golf yeri var. Orada yenə də uşaq üçün gedəsi olar. Hamısına deyərsiniz ki, heyvanlar fikirləşiblər. Baxın, itlər üçün qaçmağa yer var. Bax, itlər üçün. Bax, burada da itlər üçün. Heyvanlar da fikirləşiblər. İnsanlar da fikirləşiblər. Uşaqları da fikirləşiblər. Hamını, hər yaş dövrün. Baxın, yaşlı adamlar da bax, tenis oynayırlar. Bax, hepsinin qoşuz Rahilə xaladır. Bu Rənadır. Bu Gülarə xaladır. O birisi Çimnaz xala. 4 dənə Çimnaz xala, Gülarə, Rahilə, Rəna oyun oynayır burada, idman edir. Baxın, görürsünüz. Bizimkilər nə qalır? Bizim qocalar 50 yaşında o dünyaya hazırlaşır. Bizim daha ürəyim patlayır. Bir dənə bura baxın, bura baxın. Bu da başqa bir uşaqlar üçün bir yer. Daha da balaca uşaqlar üçün bir yer. Bax. Burada uşaq üçün yer, burada uşaq üçün yer. Hələ bura baxın, futbol sahəsi. Bildiyin futbol sahəsi bax. Futbol sahəsi bax. Get oyna, ürəyin istəyən futbolu oyna. O cəmaatı da öz üçün idman edir, iti ilə oynayır, qaçır, piknik edir. Bax qapıya da bax. Baxın da burada olan insana hörmətə, özümüzdə Azərbaycanda başqa yaşadığı yerdə insan olan hörmət. Adam belə şeydən necə yoxdur, necə istəməzsin belə yaşamaq. Çox qəşəngdir. Hələ geçsəm birazdan baseyn var, oranı çəkəcəm sizə. Baxın, burada belə düz park yollardır, gəzirsən buralarda. Gəlirsən, baxın, kafelər, bölündü stollar, maşının yolunu bağlayıblar, küçəni veriblər insana. Ki insanlar gəlsinlər, burada istirahat eləsin. Seyli küçəni veriblər insanlara. Ki bu insanlar bezməsinlər şəhərdə yaşamaqdan. Öz məhəllələri kimi istifadə eləsinlər. Hər şey insan üçün olur, hər şey. Burada da belə skameykalar, stollar qoyublar. Yenə də uşaq üçün bir dənə sürüncək qoyublar. Siz gəl büyüm axşamda burada otur, simçikasıqda qonşularla tanış ol. Mən öz bir bayrağımı ad günü keçirib uşaq üçün balaca. Oy dədə, baxın da, baxın. Burada da uşaqlar futbol oynayırlar. Yığışırdılar, oturdular. Bir dənə mənzəriyə, bir dənə baxın. Bozu, ay Allah. Bir dənə mənzəriyə baxın. Mənzər, yaşıllığa, gözəlliyə. Vay, nə qəşəng hava var içəridə. Bax, bu yığışırdı uşaqlar hamısı. Hamısı sizin uşaqlarınız bundan artıq əsiq ki. Baxın, basketbol, voleybol, orada yenə də basketbol. Hələ bu da az deyilmiş kimi baseyn və baseynində içində akvapark var hələ kişi. Bu qədər də yox da yəni. İndi biraz yaxınlaşaq onu da göstərəcəm. Yəni yaşıllığa, gözəlliyə bax. Cənnətdir, oraş da ablalar. Görürsünüz, nə qəşəngdir bax. Voleybol uşaqlar oynayır, sumkalarını qoyur. Heç bir qorxmur ki, sumkamı kimsə oğlayar, qoyub gedib. Bilir ki də heç kimi oğramayasın. Məsciddən ləpi yoxlamaq da öyle bu. Görürsünüz də, yaşıllıq, gözəllik, sadəlik, insanlıq. Bu da sizə baxın bir dənə baseynə bir dənə baxın. Sizə belə baseynə getmək üçün adam başına 25 manat pul ödəyirsiniz. Burada insanlar üçün pulsuz, pulza da ödəməyə lazımdır 25 manat. Baxın, akvapark da bildiyin, sürüncəylə tutmuş. Allah'ın da olsun belə edəcəs, mənə bir 15 manat verəcəksinizsə. Baxın. Baxın. Akvaparkı 2 dənə böyürdə gəzirib batmasın deyə heç kim pulla işləyən adamlar. O bir tərəfdə də olimpiski baseyn eləyiblər, məşq edirlər.
oradan yüksəklikdən tullanma, sağlam gələcəyi belə yetişdirirlər. Və uşaqları sağlam gələcək yetişdirir özlərini. Sabahlarım bunların yenə gələnlər insan kimi yaşasınlar, mehriban olsunlar. Hər millətdən var. Nə hamısında pulsuz verirlər. Gəlsin yaşadığın yerin istifadə edirsən hamısını. Hər şey insanlar üçün fikirləşir. Yəni baxın da yəni. Bax. Yerimiz məlum, oturmuşuq açıq havada. Zakaz elədim pivə özümə, 14 dənə qənət. Burada da oturmuşuq, futbola baxırıq. İndi yəni də pivəliyib, sərinləyib, daha da sərinləyib. Gedəsiyik şəhərə. Downtown-a, böyük binalar. San Francisco. Görürsünüz də bax, heç kim yoxdur orada. Özü gedir. Bir dənə deyili bundan çox. San Francisco. İndiyə kimi gördüyüm downtownlardan mənə də gəlir ki, ən gözəllərindən biri San Francisco'dur uşaqlar. San Francisco. Çox bomba görünüşü var. Belə gözəl yerlərdir. Gəlib gözünüzlə görmək istəyirsə, bizim Alfa-Viziyaya qoşulur. Yani bura bakın dostlar. Bura bakın. Bu güzelliğe bak. Sevirəm de Amerika seni. Ne güzeldi bu aşağılar. Hiç vaxt yaddan çıxmayası bir yer. İndi son biraz qalxıb ta başa qalxıb körpü bizim üzümüzə açılacaq onda. Məndən olun. Gedək bax San Francisco körpüsünə. Ləzzətli 3 gün keçirəcəm. San Francisco'da hər şey çox gözəl gedir. Soyuq deyə dostumu kutkası yeymişəm. Üşüyürəm. Bu yaxlarım istidən pişirdim, indi üşüyürəm. Hava bir qəşəng tez dəyişir burada. Demək buralar səncərlər olub. Əsrlər burada vaxtlar olublar döyüşəndə. Həm Meksika, Amerika ilə, Fransa ilə. Acısız bunkerlərdə hamısı. İndi sözümüzə açılacaq o gözəl körpü. Oh, bu gözəlliyə bax. Bu gözəlliyə bax. Gedirik düz ən gözəl baxmalı yerinə. Bax, çox qəşəngdir. Bu mənzərə çox soğuk uşaqlar. Gözünüzlə görsəniz başqa bir aləmdir. San Francisco. Yəni gözəlliyə baxın uşaqlar. Ölürəm də palma ağaclarına ötürəm. Bugün də World Cup-a hazırlaşırıq. Və mənim cimimə baxın. Burada World Cup-lıq heç də yoxdur. Gərək nəsə tapım özüm alım. Nə Türkiyə forması var. Yalnız bir dənə Azərbaycan bayrağıdır məndə. Görək bir kameraya düşə bilirik, yoxsa yox. İdeal. San Francisco. Ay belə sevirəm də San Francisco. Çox gözəlsən axı. Oh my god. Oh my god. Wow. Çox gözəl daxı buralar. Hazırsınız bir dünya çempionatına. San Francisco. Burada Amerika prestijkarlarının, Amerikanların fan zonudur uşaqlar. Gəlmiş ora. Amerika bu dəqiqə oynayır, oyundadır. Axıncı mən baxanda 2-0 idi. Neçə bitti şot deyin. Mən buradayım, dünya çempionatına baxır millət. Baxın canım orası, millət üçün, xalq üçün televizorlar qoylar ki, otursunlar, baxsınlar futbola. Baxın. Buranın vibe uşaqlar çox başqadır. Kimki də bildi dünya çempionatında canlı baxmağa. Neçə nəfərik burada? Baxın. Çox bomba. Necə gözəldir, bu nə qəşəngdir. Hər yer Amerikadır. Millət var, millət. Bax, Türkiyə pərəstişkarları. San Francisco.
millətin sayına baxın, körpünün iki tərəfində tutuldu. Biz hələ stadiona gedirik. Çok uzun yol kat ederek Allah'ın izniyle Türkiye'den buraya geldik. Buradaki Türk vatandaşlarımız, Türkiye'den gelen Türk taraftarlarımız, Avrupa'da yaşayan Türk gurbetçilerimiz, hepimiz burada omuz omuza vereceğiz. Arkadaşlar, tribünde kale arkasında alt tarafta toplanıyoruz. Hep beraber milli takımımızın, bizim çocukların yanında olup inşallah bu maçta 3 puan alacağız ve finalde Amerika karşısında istediğimiz oyunu oynayarak bu gruptan çıkacağız. Başına duman almış. Bir saniye be. Daha güçlü. Amerika titresin. Mutlu Türk'üm diyene, mutlu Türk'üm diyene. San Francisco. Turkey, it's time! Turkey! Bir dakika, Türkiye 1-0 uzun. 2-0 Hücumdayım. Hüseyin yoksa uzuruk. Ne dedim ya, bu Azerbaycan bayrağı. Of, bir tane vursa bir tane Türkiye burada vur, ne olur karşı değil, vur bir tane. Ay ay ay, kapının üstüne düştü uşaqlar. Kapının üstüne düştü. Türkiye uduzdu dostlar. Uduzdu 1-0, uduzdu bir avırçılıq. Yok. Tamam, hiçbir sözüm yok. O boyda yol 3 yer ve Türkiye uduzsun. Bilmirəm. Bu heyecan yaşamaq dəyərdi. Yenə gələcəm belə oyunlara gələcəm. Hər şey çox zor idi, qəşəng idi. Xoşum gəldi. En yaşı uduzdu. Türkiyədə vaxtında Azərbaycan bir vaxt gələr uda. San Francisco. Dünənki məğlubiyyətdən sonra gəlmişik hissimizi, nervimizi əyləncədən çıxartmağa və belə bir parka gəlmişik. Burada gördüyünüz Amerikan qorkalarıdır falandır. Sonra onların karuselə bir dənə baxın, görünür bomba görsənir.
Karşı büyümlerinde buradayıq. Tesisimizin evimizi bundan çıxasıyıq. Bu niye? Tamam, yerimiz abi. Çok güzel buranın parkı var. Çok bombalasa seriyor buralar. Bir dənə plajın gözəlliyinə baxın. Bir dənə okeanın gözəlliyinə baxın. Çox gözəl vibe, çox gözəl kayf var. Pulsuz. İnsanlar üçün təmiz plaj. Hamı istirahat ediyor. Oh. Okean öz dişlərini göstərir. Wow, 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 wow. San Francisco. Yine Amerika hayatı yaşayabilir. İnsanlar da her milletten insanlar var da gəzirlər, hamı gəzir, hamı baxır. Çok güzel yer. San Francisco. Sence halal pulla kazandı mı? Ciminden hiç çok sanmırdı halal pulla kazanma. Bəlkə şoför tək halal şoför deyil. Bundan da sağollaşıram, gedirəm evə, bəsdir, gəzdim. Uşaqlar. Peace.